Kəndə baxın, kəndə. Necə uşaqlar sabahın xeyir. Salamatçılıqdır mı? Mənim canavarlarım, gəlin görün. Canavarlar, gəlin görün. Nə? Deyirsən canlı yayım açaq. Gəlin görmə yanıma. Evlərə bax, evlərə. Burada da bir dənə sanitarka vurulub. Düşmənin sanitarkası. Görüm, qismət olsa irəlidə çəkilişlərdə göstərəcəm. Kənddə xoruz səsləri gəlir. Xoruz banlayır, səhərində açılır. Sübh çağıdır, kəndə tərəf hərəkət edirik. Kəndə düşməliyik, gecə düşməliydik, gecə atışma oldu. Qalxdıq, dağda yerləşdik. Onlara deyəsən yaxşı itki vermişdik. Səsləri götürmüşdü kəndin üçün. Qalxdıq, dağda yerləşdik, dedik. Gecə təhlükəlidir. İndi düşürük kəndəki arama-tarama aparaq görək kənddə axşamki atışmadan sonra nə baş verir. Canavarlar irəliləyir kəndə doğru. Ne bilmirəm kameraya bu xoruzun banlamaları gəlir yoxsa yox. Amma kənardan ilk görünüşdən gözəl kəndə oxşuyur. Səliqəli. Baxırsan ki, yaşayışdakı normal yaşayış imiş. Hələ ki, hər şey biz istədiyimiz kimidir. Hər şey qaydasındadır. Hər şey yolundadır. Ha, Məlik? Bir dənə oradan komandiri çək, yavaş yavaş. Akşam sabah diyor. Aynen. 11 bizde Bak. Salamatçılık diyor. Allah sığırsın yolda. Bu da bizim amansız sniperimiz. Tamam. Benim adamım ya. Sana biz girelim. O sev attı. Atışlar geldi. Orası ev şirkətdədir, gəldim də, orada şahidlər. Bilirəm. Kənddə atışma səsi gəlir. Yəni ki, biz irəli göndərdiyimiz Dazor heyətidir. Əminəm ki, axşamki atışmadan sonra orada az şəxsiyyət qalar. Yəni təhlükəsizdir. Biraz tez get. Mürşid, çıx sağa sola biz keçək. Arxaya yavaş-yavaş hərəkət et. Amansız PK'şnikimizdir. Sadəcə biraz ayağında yüngül problem olduğuna görə arxaya qalır. O da öz yoldaşımızdır. Sadəcə irəlidə atış gücünü artırmaqdan ötürü çox ləngiyə bilmərik. Ona görə biz nə etməliyik? Qarşılanan şəxsiyyətə çatmalıyıq. O da öz axarı ilə yavaş-yavaş inşallah gəlib bizi tapar.
tapar və yaxud da çatar. Arxada şəxsiyyətimiz çoxdur. Gəlib çıxacaqlar yavaş-yavaş. Budur. Gözəl mənzərələri gözlə çox şahid olmuşam. Bunu yaxşı dostlar, yaxşı yoldaşlar üçün çəkib yaddaşda saxlayıram ki, onlara da mənzərələrini göstərə bilək. Özləri gəlməsə də belə, ən azından bizim çəkilişlərlə nələrsə görə bilsin. İndi inşallah kənddə əgər güclü bir mani olmasa çəkilişlər aparacağım. Yox olsa məni üzr hesab eləyin. Çox da çəkiliş eləyə bilməyəcəm. Ya Allah'ın adı.